Qusarın Yuxarı Ləgər kəndində baş verən ağır yol nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyəti açıqlanıb. Bu barədə Qusar rayon mərkəzi xəstəxanasından məlumat verilib. Bildirilib ki, ötən gün saat 15:00 radələrində Qusar rayon ərazisində baş verən yol nəqliyyat hadisəsi səbəbilə 4 nəfər Qusar rayon mərkəzi xəstəxanasının təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Yaralılara bədənin müxtəlif nahiyələrinin travmaları və sıyrılmış yaraları, politravma, qamış sümüyünün 1/3 hissəsinin sınığı diaqnozları təyin olunub və zəruri tibbi xidmətlər göstərilib. 2022-ci il təvəllüdlü azyaşlıların vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıblar. Müalicələri reanimasiya şöbəsində davam etdirilən 1966-cı il və 2017-ci il təvəllüdlü şəxslər iltizamnamə əsasında ixtisaslı tibbi xidmətdən imtina edib. Xəstəxanadan həmçinin bildirilib ki, hadisə nəticəsində 2 nəfərin həkimə qədər ölüm faktı qeydə alınıb. Hər iki şəxsin meyidi təşrih olunması üçün məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyinin Qusar rayon şöbəsinə təhvil verilib. Xatırladaq ki, Qusarda baş verən ağır qəzada həyatını itirən və xəsarət alan şəxslər tanınmış hərbi ekspert, şair Ramal Danovun ailə üzvləridir.